Oktyabrın 31-i və noyabrın 1-i Heydər Əliyev sarayına üz tutanlar xalq artisti Röya Ayxanın 25 illik sənət fəaliyyətinin şah əsərinə tamaşa etdi. 2005-ci ildə bu mədəniyyət ocağından başlanan yaradıcılıq yolu artıq qızıl yubileyini qeyd edirdi. 2 saat ərzində Röya bir ömrün dərsliklərini oxudu. O səhnəyə yalnız sadə müğənni yox, mahnılarını qəlb süzgəcindən keçirən bir hekayəçi kimi çıxdı. Saraya toplaşan hər bir tamaşaçı onunla bərabər gizli qalan sevgi etiraflarını xatırladı. Vaxtsız ayrılığın kədərini bölüşdü, həyatın həm zarafatlarını, həm də ciddiyyətini hiss etdi. Paytaxtımızın baş konsert salonu Heydər Əliyev sarayında xalq artisti Röyanın sənətə həsr etdiyi illərin hesabatı olan yubiley gecəsi gerçəkləşdi. Məhz 2005-ci ildə ilk dəfə ayaq basdığı bu səhnə 25 illik yaradıcılıq yolunun ən möhtəşəm anına şahidlik edirdi. İl ərzində yeni kliplər çəkən, qəlblərə toxunan yeni mahnılar buraxan Röya üçün bu konsert çox məhsuldar bir dövrün zirvəsi idi. 2 fərqli, göz qamaşdıran libasda səhnəyə çıxan sənətçi tamaşaçıları bəzən güldürdü, bəzən ağlatdı da. O, sənəti ilə bir ömrün salnaməsini oxudu. Qəlblərdəki gizli otaqların qapısını açdı. Səsində isə itkilərin və vaxtsız ölümlərin kədəri, məhv olan sevgilərin yanıqlı nəğməsi, gizli öpüşlərin həyəcanı, gözəl xatirələrin işığı, öncə aşiq edib, sonra unudanların acısı, yalnızlığın, peşmanlığın və ayrılığın dərin qəmi var idi. Bütün bu hissləri onunla bərabər zalda əyləşən hər bir dinləyici duydu və yaşadı. Zaman amansız olsa da sənət sevgisi zamana meydan oxuyur. Röya 25 ilini həsr etdiyi sənətini fəxrlə böyütdüyü bir övladı hesab edir. Şükürlər olsun ki, bu övlad ona naxələf çıxmayıb, əksinə onu zirvələrə daşıyıb. Bu sənətə olan inamının və sədaqətinin nəticəsidir ki, 25 illik fəaliyyəti boyunca ifa etdiyi 300-ə yaxın mahnıdan 250-si rəsmi xitə çevrilib. Bu rəqəmlər Röyanın qəlblərdə necə dərin iz buraxdığının ən böyük sübutudur. Təbrik edirik sizi ürəkdən. Təşəkkür edirəm. 25 il möhtəşəm bir performans. Çocuklar, Çox gözəlsiniz. Ay Allah, əllərim şişdi, üzü çıxmır. Nədir sizin üçün 25 il? 25 il Nələrdən keçmişsiniz, nələri qazanmışsınız? 25 il mənim üçün bir dənə tərbiyəli bir uşağı böyütməkdir məncə. Çünki arada görürsən axı, həyatda sevirsən birini, böyüdürsən, övladın da olsa naxələf çıxır. Mənim sənətim mənə yaxşı bir övladdır. Çox sevinirəm ki, onu dünyaya gətirmişəm. Nə deyim, Allah qorusun, Allah təşəkkür qorusun edirəm. və yaradıcılıq sizin üçün. Siz zirvələrdəsiniz, bunu hamımız Minnətdaram. Belə hələ intervyu verməmişdim, soyundurub gindirə. Məncə bütün həyatlarında yaşadıqlarını təzədən yadlarına saldım ki, biz arada nəyisə yada salmaq istəmirik. Axı deyirik ki, bu səhvdir, bunun üstünü örtək, bunu yaşamamış kimi. Amma heç vaxt yaşadıqlarımızı unutmamalıyıq ki, onu daha gözəl xatırlamaq üçün. Məncə mən bugün kimsə sevibsə, ayrılıbsa, mənim mahnımla evlənibsə, boşanıbsa, onu unutmaması üçün o mahnıları xatırlatdım. Ki, gələcəyə daha güclü olsun. Sizin bütün mahnılar hitdir. Nədir bu? Minnətdaram, bilmirəm. Doğulanda belə söz var, deyilər, alnından öpüb falan. Bu hisslərdir, bu seçimdir. Çünki bəstəkar hamı üçün yazır və pis bəstəkar yoxdur, pis ifaçısı var. Məncə mən mahnılarımı doğru çatdıra bilirəm.
Çünkü Hikmet benim dünyasını dəyişəndə bir gün sonra gecə məhz bu mahnını onun üçün həsr etdi. Bilsəydim məni qoyub gedəcəksən, o ilk görüşə gəlməzdi. O təkcə mahnı oxumadı, həm də zarafat etdi, ciddi də danışdı. Amma hər sözü qəlbə birbaşa yol tapdı. Səhnədən ruhları yad edilən bəstəkarlar Nailə və Hikmət Mirməmmədliləri ehtiramla xatırlatması isə gecəyə xüsusi bir kövrəklik qatdı. Çünki mən insanları sevirəm. Mən sevməyi Nailə xanım Mirməmmədlidən və Hikmət Mirməmmədlidən öyrəndim. Yubiley konsertində isə gələcəyə körpü salan iki yeni mahnı təqdim olundu. Onlardan biri Röyanın qardaşı İsmail Nəcəfovun daha enerjili olan Günahkar kimdir? Digəri isə Murad Arifin daha ağır, lakin hər qəlbin ayrılıq hekayəsinə toxunan Ayrılan Adamlar mahnısı oldu. Bu iki əsər gecəyə xüsusi bir rəng qataraq sənətkarın gələcək illər üçün nə qədər məhsuldar olacağının xəbərini verdi. Bu möhtəşəm gecə Röya üçün adi bir konsert olmadı. İllərin sənəti olan sevgisinin, səhnəyə olan ehtirasının və tamaşaçısının sonsuz alqışının təsdiqi idi.